Bir ayda 10 kilo verirəm, gün 8. Yeni gündən, yeni həftədən hər kəsə salamlar əziz izləyicilərim. Keçən videoda da qeyd etdiyim kimi bugün mənim tərəzi günümdür və tərəzidə istədiyim nəticəmi gördüm. Yəni hər həftə o civarlarda bir çəki versəm, bir ayda 10 kiloqram tamamlanır. Amma düşüncəm o yöndədir ki, bir ay geridə qoysaq belə hələ davam edəcəyik. Çünki hələ də mən obezəm. Və səhər yeməyim gördüyünüz kimi bol çeşidli bir səhər yeməyi idi. Aman bəzi insanlar yazmasın ki, karbonhidratlı simit yeyirsən, sən dietada falan. Yəni bədənimizin karbonhidrata da ehtiyacı olduğunu məncə hər kəs mənim kimi bilir. Bilməyənlər də bilmiş olsun. Bundan əlavə axşam yeməyim çox dadlı idi. Sizə də tövsiyə edirəm ki, əgər əlinizdə ərzaqlar varsa bişirə bilərsiniz. Düzdür, mən dietik olması səbəbindən az yağlı olsun deyə badımcanları sobada bişirdim, amma istəsəz siz də yağda bişirərsiniz. Halbuki sadə ingredientlərdir, amma nəticə yaxşı olur. Videonun sonunda bu həftə verdiyim çəkini qeyd etmişəm. Əgər siz də motivasiya üçün səbəb axtarırsınızsa, mənim nəticəmə baxıb motivasiyalanmağınızı istərdim. Çünki həqiqətən mən də özümdən gözləməzdim ki, hal-hazırda davam edirəm və heç pozmadığım halda. Keçən videolarımda qeyd edib etmədiyim haqqında dəqiq yadımda deyil, amma mən özümə kiçik-kiçik hədəflər qoyub ən axırda istədiyim nəticəyə 70 kiloqrama düşməyə hədəfləyirəm. Əgər siz də mənimlə bu yolda qalmaq istəyirsinizsə, videolarımın davamı üçün izləmədə qala bilərsiniz.